Salam əziz dostlar, tələbələrimiz, dinləyicilərimiz. Budur növbəti semestrimiz, yay semestrimiz başladı və çox şadıq buna görə və maraqlı kurs intizarındayıq. Gəlin dua edək, başlayaq. Rəbbisa minnətdarıq bu imkana görə, bu kursa görə, hər bir tələbəmizə görə, hər bir dinləyicimizə görə. Xahiş edirik, xeyir dua ver, təqdis elə və danış bizimlə, öyrət bizi. Sənin müqəddəs adından dua edirik. Amin. Dostlar, bildiyiniz kimi müqəddəs kitab Bibliya elə iki hissəyə bölünür. Adları Əhd-i Ətiqdir və Əhd-i Cədiddir. Yadınızdadır? Elə Bibliya Tanrının insanla bağladığı əhd peymanlardan danışır. Bax, bu dərsdə, imkan dairəsində biz bu əhdlərə baxacağıq və çox həyəcanlıyıq bu barədə. Çünki çox maraqlıdır. Bilirsiniz, bu günlərdə çox eşitmirik insanlardan, imanlar arasında bu əhd peyman haqqında söhbətləri. Ancaq əslinə qalsa biz danışmalıyıq, öyrənməliyik, bir-birimizə çatdırmalıyıq. Çünki əhd peymanlar Bibliyada ən vacib olan mövzulardan biridir. Əslinə qalsa bir açar mövzulardır Tanrının satın alma planına, olduğu ki, insanın bərpasına, yəni Tanrıdan gələn ilahi çağırış var, dəvət var və Tanrı istəyir ki, bəşəriyyəti bərpa etsin. Və başlanğıc kitabından başlayaraq Tanrı həmən bu əhd peymana daxil olur. Deyə bilərik ki, partnyorluğa daxil olur. Bir əhd peymandan növbəti əhd peymana, cürbəcür insanlarla ki, məqsəd odur ki, insanlar xilas olsun, dünya xilas olsun. Həmən bu ilahi insan partnyorluğu Bibliyada açıqlanır və gedir ta İsa Məsihin gəlişinə kimi. İsa Məsihdə hələ bil ki, bu finaldır, başa çatır oldu və bunu qeyd edin, əziz tələbələr, ki, bəşəriyyətin satın alma planını, İsa Məsih vasitəsilə satın alma planını danışmaq üçün bu elə insanla Tanrının arasında olan bax, əhd-i peyman münasibətlərindən danışmaq deməkdir. Oldu və bunun üçün də biz bu dərsdə baxacağıq. Axı, nədir bu əhd peyman? Hansı əhd peymanlar var? Oldu və ilk bunu yazın, gəlin baxaq ki, nədir axı bu əhd peyman? Əhd nədir? Və bu əhd peymanın tarixçəsi nədir Bibliyada? Yazın. Əhd peyman bu iki tərəfin arasında olan münasibətlərdir ki, hər tərəfdən vəd var və yaxud razılıq var bir-birinə ki, biz bir yerdə bir məqsədə çatmaq üçün çalışacağıq. Oldu, ümumi məqsədimiz var və biz ona çatmalıyıq. Amin. Və tez-tez bu əhd peymanlar möhürlənirdi. Ya andla, ya əlamətlərlə, oldu, ya mərasimlərlə. Çox maraqlıdır. Və əlbəttə ki, əhd təyin edir hər tərəfin öhdəçiliyini və həsr etməsin. Oldu və eyni zamanda da demək istəyirəm ki, bu partnyorluq kimi qəbul edilə bilər, ancaq məsələn, kontrakt və yaxud müqavilədən fərqi odur ki, bu şəxsidir. Oldu, bu münasibət daxil edir, əlaqəli münasibətlər. Bu hələ bil ki, bir nigah kimidir. Harada ər və ərvad seçirlər ki, münasibətə daxil olsunlar və aralarında müəyyən bu vədlər var. Oldu, əhd bağlanır bir-birinə. Məsələn ki, həyatım boyu sənə sadiq olacam. Həyatım boyu mən özümü sənə həsr edəcəm. Oldu və partnyorlar kimi çalışırlar ki, ümumi o ürəkləri istədiyi, qərar verdikləri məqsədə çatsınlar. Oldu. Məsələn ki, gözəl həyat sürsünlər birlikdə.
mükəmməl bir ailə qura bilsinlər, oldu, bir yerdə uşaqları böyütsünlər. Yəni çox maraqlıdır bu əhd münasibətləri. Bibliya doludur bunlarla və əslinə qalsa yaxın şərqdə, qədim yaxın şərqdə bu hələ bil ki əsas bir məsələ idi. Oldu, insanlar yaşayırdı və aralarında həmişə əhd peyman bağlanırdı. Məsələn, üçünü deyə bilərəm. Biri bir növü şəxsi əhd peymandır. Yadınızdadırsa 1. Şamuel 23. Davud və Yonatan. Oldu, onların arasında əhd peyman vardı. Dostluq və bir-birinə şərtsiz məhəbbət. Bax, bu şəxsi əhd peyman idi. Sonra Bibliyada məsələn siyasi əhd peyman var. Məsələn, iki padşah arasında, iki xalq arasında, xalqlar arasında 1. Padşahlar kitabı 5-ci fəsil oldu. Məsələn, Süleyman padşahla Hiram padşahın arasında. Sonra qanun əhd peymanı var xalqla. Məsələn, necə Tanrı tapşırır ki, Yahuda xalqının necə qanunlar olmalıdır, oldu. Məsələn, qanun var idi ki, qullar, kölələr azad olunsun. Oldu. Yəni, Bibliyanı oxuyanda biz görürük ki, necə Tanrı insanlarla partnyorluq edirdi. Elə bir struktur var idi ki, insan başa düşsün. Məsələn, çox maraqlıdır, nümunə kimi. Başlanğıc kitabı 6-18 Tanrı Nuh'a deyir. Məsələn, deyir ki, ancaq əhdimi səninlə bağlayıram, sənin oğulların, arvadın və gəlinlərinlə birgə gəmiyə minəsən. Oldu. Və yaxud başlanğıc 9-9. Mən sizinlə, sizdən sonraki nəslinizlə öz əhdimi bağlayıram. İbrahimə demişdim, başlanğıc 17-9. Mənim səninlə və səndən sonraki nəslinlə bağladığım sizin əməl edəcəyiniz əhdin əlaməti budur. Qoy aranızda olan bütün kişilər sünnət olunsun. Görürsünüz. Çıxış kitabı 34-10. Rəbb Musaya dedi, budur, mən sənin bütün xalqınla əhd kəsirəm. Görürsünüz. Hamının qarşısında elə möcüzələr edəcəyəm ki, beləsi dünyada heç yerdə, heç bir millət arasında yaranmamışdı. Birini də deyim, qanunun təkrarı, 2-ci qanun 29-9. Deyir ki, ələ götürdüyünüz hər işdə uğur qazanmaq üçün əhdin hər sözünə diqqətlə əməl edin. Görürsünüz. Və çoxdur belə bəndlər, Bibliya doludur əhd peyman haqda bəndlərlə və biz bunları tədqiq edəcəyik. Beləliklə, qeyd edin ki, Bibliya başa salır ki, insan tarixi əslinə qalsa bu Tanrının əbədi məqsədinin yerinə yetirməsidir. Oldu, bunun üçün lazımdır İnsan yaşayır ki, əbədi məqsədi yerinə yetirsin. Və Tanrının əbədi planı da müqəddəs yazıda açıqlanır bizə. Və başa düşülür ki, hələ mərkəzlənir həmən bu əhd peymanlarda. Yəni ki, Tanrı söz verir, oldu, öz sözünü tutur, öz tərəfindən söz verir. Bizim tərəfimiz buna, bu vədlərə hərəkət etməkdir, oldu, etibar etməkdir. Və dostlar, biz 8 əsas Bibliyada olan əhdlərə baxacağıq, oldu. Bunlar çox vacib faktlar birləşdirir içində, Tanrının planı və məqsədi ilə bağlı oldu və həmçinin demək istəyirəm ki, bu əhdlərin əksəriyyəti ilahi məqsədin bəyan forması kimidir, oldu və yəni bəyan edilir və deyilir ki, bu həyata keçəcək, bu baş verəcək. Və bir şey də əlavə etmək istəyərdim, Bibliya əhdləri haqda düşünəndə, teoloqlar, biblik alimlər, onlar belə bir təklif buyurublar ki, o 8 əsas əhd peymandan başqa yanaşmada ola bilər ki, 2 teoloji əhd var və bu da insanların
xilasına aiddir. Bunu qeyd edə bilərsiniz. Birincisi, satın alma əhdidir. Hardakı təklif belədir ki, Tanrı ata və Tanrı oğul arasında əhd peyman bağlanmışdı ki, əbədi keçmişdə insanın xilas barəsində. Yalnızca biz danışırdıq ki, ata, oğul və müqəddəs ruh müzakirə edirdilər ki, insanı necə xilas edək. Kim gedər bizim üçün? Oğul deyir, mən və həmən bu əhd bağlanır orada və həmən bu əhddə Tanrının oğlu satın almanı təmin etmək üçün çarmıxa getməli idi ki, hər kəs ki ona inanır, xilas olsun. Oldu və ata da deyir ki, hər kəs ki inanacaq və bu qurbanı qəbul edəcək, söz verirəm, mən də onları qəbul edəcəyik. Bu birinci teoloji. İkinci teoloji da lütfün əhdidir. Bu, onu alimlər vurğulayırlar ki, Tanrının lütfkar xarakterindən danışır. Oldu onun xilasının lütfkar xarakteri. Harada ki, İsa Məsih vasitəçidir və hər kəs ki, İsa Məsihə etibar edir, İsa Məsih onları təmsil edir. Və Efeslərə 2, bunun üçün də hər bir insan xilas olur, inanaraq və bu Tanrının lütfüdür. Amin, dostlar. Nə gözəl. Gəlin, baxaq, görək, hansı əsas 8 əhd var ki, biz bu kursda baxacağıq. Ümid edirəm ki, hər birinə biz bir dərs ayıracağıq və ilk sadəcə bir baxaq hansılardır. Və burada qeyd etmək istəyirəm ki, bu əhdlər 2 növə bölünür. Şərtli və şərtsiz. Bəli, şərtli ona görə ki, belə başa düşürük ki, əgər insan yerinə yetirmirsə öz hissəsini, onda Tanrı da öz tərəfini, öz boynuna götürdüyünü yerinə yetirməkdən azaddır. Oldu, yəni o da yerinə yetirmir. Öhdəçiliyindən azaddır, belə deyə bilərik. Oldu. Və sonra da şərtsiz əhdlər var və bu deməkdir ki, onlar yerinə yetəcək, hətta insanın həyatında təsadüf, yəni insan öz tərəfini yerinə yetirməsə, oldu, Tanrı yerinə yetirəcək. Həmən bu 8 əsas əhd peymanların arasında ikisini qeyd edə bilərik ki, şərtlidir. Bu, Edem bağında Edem əhdi şərtlidir və Musaya verilən əhd şərtlidir. Və şərtsiz əhd, şərtli əhdlə fərqi odur ki, şərtsizdə Tanrı necə söz veribsə, yerinə yetirəcək. Çünki bu, onun qüdrətindən və suverenliyindən asılıdır. Amin. Yaxşı, gəlin də baxaq hansılardır bunlar. Adlarını çəkdim artıq ikisinin. Birincisi Edem əhdidir. Bu birinci əhddir ki, Tanrı insanla bağladı. Qeyd edə bilərsiniz, başlanğıc kitabı 1, 26-dan 31-ə kimi və başlanğıc 2, 16, 17. Hərdən başlanğıc, hərdən yaranış kitabı deyirik. Eyni kitabdır. Birinci kitab bilən birinci kitabı. Başlanğıc xoşuma gəlir, çünki başlanğıcda söz var idi. Bu, dediyimiz kimi şərtli əhddir. Tanrı Adəmlə bağlayır və deyir ki, həyat və xeyr-dua və yaxud ölüm və lənət sənin itayətindən asılıdır, ay Adəm. Oldu. Yəni, nə qədər sadiqsən və mənim dediyimə, mənim tapşırıqlarıma həyat və xeyr-dua olacaq. Oldu. Bu haqda ətraflı danışacağıq gələn dərsdə. İkincisi, Adəmlə olan əhddir. Harada ki, Tanrı Adəmlə o günah edəndən sonra bu əhdi bağlayır. Başlanğıc kitabı 3, 16, 19. Bu şərtsiz əhddir. Harada ki, Tanrı bəyan edir insana ki, bəli, günah daxil oldu və indi həyatın gedəcək bu günahda, ancaq xilas məndəndir.
və bu haqda da danışacağıq. Üçüncüsü, Nuh peyğəmbərə, Nuha verilən əhdir oldu. Nuh və onun evladları ilə bağlanıb bu əhd. Başlanğıc kitabı 9, 1-ci bənddən 18-ci bəndə kimi. Bu şərtsiz əhdir və bayaq oxuduq elə 9-cu bənddə, harada ki deyir ki, mən sizinlə, sizdən sonraki nəslinizlə öz əhdimi bağlayıram. Bu, Tanrının Nuhdan sonra gələn nəslinə olan sədaqəti olduğu əhd peymandan danışır. Dördüncüsü, İbrahimlə olan əhd. Məncə, ən çox söhbət bundan gedir, imanların çoxları bilir. İbrahimə aid olan əhd peyman, başlanğıc kitabı 12, 13-cü fəsil, 15-ci fəsil, 17-ci fəsil. Və bu, ən gözəl bir vəhidir Tanrıdan, gələcək tarix haqda oldu. Bu da şərtsiz əhdir. Beşincisi, Musa ilə bağlanan əhdir oldu. Bu, Musa vasitəsilə İsrailin övladları üçün verilən bir əhdi. Harada ki, onlar Misirdən səyahətə çıxırlar və öz vəd olunmuş torpaqlarına gedirlər. Çıxış kitabı 20-ci fəsil. 20-ci fəsildən demək olar ki, 31-ci fəsilə kimi bu haqda danışılır. Oldu və buna da bağlı olan 6-cı əhdir. Vəd olunmuş torpaq əhdi. Qeyd edim bunu. Qanunun təkrarı 30-cu fəsil və bu da İsrailə söz verilir ki, onların torpağı olacaq. Oldu, vəd olunur onlara torpaq. 7-cisi, bunu da çoxlarınız bilirsiniz, Davuda verilən vəd oldu. 2-ci Şamuel 7, 4-dən 16-ya kimi və 1-ci Səlnamələr 17, 3-cü bənddən 15-ə kimi. Harada ki, Tanrı Davuda söz verir, Davudla əhd peyman bağlayır ki, onun şahzadə həyatı, onun taxtı, onun padşahlığı əbədi olacaq. Oldu. Bu haqda danışacağıq. Və nəhayət 8-incisi, düşünürəm ki, indi bilirsiniz, bu da yeni əhd peymandır, əhd-i cədid, harada ki, əhd-i ətiqdə bu peyğəmbərlik edilmişdi ki, bu minillik padşahlıqda tamamlanacaq və həmən bu yeni əhd peymanın münasibəti var həm İsrail evinə, həm Yahuda evinə, həm də kilsaya. Oldu, bax, bu həmən yeni əhd peymandır ki, biz İsa Məsih vasitəsilə vəd olunub almışıq. İbranilərə 8, 6 və 9, 15. Dostlar, hələlik bu qədər. Bu, bugün bizim giriş dərsimiz idi. Yeni semestrinizi təbrik edirəm və gələn dərsdə bir-bir danışacağıq bu əhdlər haqda. Rəbbisa xeyir dua ver bu düşüncələrə, kursumuza, bu semestrə, hər bir tələbəmizə, dinləyicimizə sənin müqəddəs adından dua edirik. Amin.